Bu resept yayın isti günlərində dadlı bir desert yemək istəyənlər, ancaq pəhrizini də pozmaq istəməyənlər üçündür. İçərisində yağ, un, şəkər olmayan, ancaq çox dadlı bilinçik ruletlərinin reseptini sizlərlə paylaşıram. İşə ruletlərin bilinçikini hazırlamaqla başlayırıq. Bunun üçün qarışdırma qabının içərisinə ilk öncə yumurtaları qıracağıq. Yumurtaları çırpıcı ilə biraz qarışdırdıqdan sonra üzərinə südünü əlavə edib təkrar qarışdırırıq. İstifadə etdiyim ərzaqların dəqiq miqdarını videonun açıqlama bölməsində qeyd edəcəm. Duru qarışımın üzərinə yulaf ununu da əlavə edib qarışdırırıq. Bu mərhələdə yulaf ununu ya marketdən hazır ala və yaxud da mənim kimi sadə yulafı kofe üydəndən və yaxud da blenderdən keçirərək istifadə edə bilərsiniz. Xəmirin içərisində düyün qalmayacaq formada qarışdırdıqdan sonra bir paket qabartma tozunu da qarışdırıb xəmiri tam hazır vəziyyətə gətiririk. Daha sonra çox az miqdarda yağla yağladığımız bilinçik tavasının içərisinə xəmirdən bir çömçə əlavə edib 200-də bişiririk. Qeyd edim ki, bu yağlama prosesi sadəcə ilk bilinçik üçün keçərlidir. Sonrakı qatlarda yağlamağınıza ehtiyac yoxdur. Bişirdiyimiz bilinçik xəmirlərin soyumağı üçün kənara qoyub keçirik içərisinin kremini hazırlamağa. Krem üçün isə blenderin qabına 3 ədəd tam yetişmiş bananı, 1 paket, yəni 200 qram duzsuz kəsmiyi, 1 paketdə sadə bildiyimiz İran qaymağını əlavə edib blenderlə yaxşıca qarışdırırıq. Yaxşı qarışdırılıb əzilmiş kremin içərisində nə bananın, nə də kəsmiyin düyünləri qalmır. Hazırlanan kremi minimum yarım saat soyucuda saxladıqdan sonra keçirik bilinçik ruletlərinin yığımına. Bilinçikləri tək-tək hazırladığımız kremlə kremlədikdən sonra içərisinə mövsümün sevdiyimiz meyvələrindən əlavə edib bilinçiki videoda gördüyünüz formada bükürük. Gördüyünüz kimi hazırlanışı olduqca asan və dadlı bir desertdir. Sizlər istəsəniz eyni xəmir və kremlə bundan bilinçik ruletləri deyil də sadə bilinçik tortu da hazırlaya bilərsiniz. Bütün ruletləri bükdükdən sonra keçirik üzərinə şokoladlı sosun hazırlamağa. Bunun üçün mikrodalğalı sobada isitdiyimiz qaymağın üzərinə şəkərsiz, stevia ilə dadlandırılmış şokoladdan əlavə edirik. Bu mərhələdə də zövqə görə bu şokoladı tünd şokoladla da əvəz etmək olar. Şokolad qaymağın içərisində tam əriyib qarışana qədər dayanmadan qarışdırırıq. Daha sonra kənarda soyutduqdan sonra bilinçiklərin üzərinə əlavə edirik. Bundan sonra bəzəməyin bütün mərhələləri sizin öz zövqünüzə qalıb. Bu bilinçik ruletlərin yeyən heç bir kəs təsəvvür edə bilməz ki, bunun içərisində nə un, nə yağ, nə də şəkər var. Dadına isə söz ola bilməz. Əgər videomu buraya qədər izləyib bəyəndinizsə, like atmağı, yorumlarda öz fikrinizi mənimlə bölüşməyi unutmayın. İndi isə sağ olun, salamat qalın. Əsas odur ki, özünüzə yaxşı baxın.